Salam, hər birinizi xoş gördük. Mən ingilis dili müəllimi Həcər. Bugün sizə 2025-ci ilin 9-cu siniflər üçün olan dim toplusundan ikinci mətnin izahına baxacağıq. Keçən videoda dediyim kimi bu həm də 2027-ci ildə imtahan verəcək olan abituriyentlər üçün də keçərlidir. Çünki növbəti ildə imtahan yüksək ehtimalla bu formada düşəcək. Gəlin əvvəlcə mətnin tərcüməsinə baxaq, daha sonra keçək suallara. Baxaq. People all over the world eat rice. Bütün dünyadaki insanlar düyü yeyir. Some eat almost nothing but rice. Yəni bəziləri isə düyüdən başqa demək olar ki, heç nə yemir. Ümumiyyətlə ancaq düyü yeyir. People use all parts of the rice plant. İnsanlar düyü bitkisinin bütün hissələrindən istifadə edir. They make animal food, rice, oil bags from them. Onlar deməli heyvan yeməyi, düyü yağı və onlardan çanta hazırlayır. Rice plant has long and thin leaves. Düyü bitkisinin uzun və incə yarpaqları var. Nobody knows where rice came from. Heç kim bilmir ki, düyü hardan gəlib. Some scientists think that it started to grow in Southern Asia in West Africa. Bəzi insanlar düşünür ki, o deməli Cənubi Asiyada böyüməyə başladı. Cənubi Asiyada və Qərbi Afrikada böyüməyə başladı. Others think that the rice came from India. Digərləri də düşünür ki, düyü Hindistandan gəlir. Indian travelers took it to other countries. Hind səyahətçiləri, səyyahları onu deməli başqa ölkələrə aparır. Asian countries are still the largest rice producers of the world. Asiya ölkələri hələ də düyünün ən böyük istehsalçılarıdır. Today rice is grown on every continent except Antarctica. Bugün düyü Antarktidadan başqa bütün materiklərdə yetişir. One seed of the rice is enough to grow thousands of them. Bir düyü tumu belə minlərləsini yetişdirməyə bəs eləyir. Rice is the oldest plant. While the Great Chinese Wall was built many centuries ago, workers used liquid made of rice to hold the stones together. Deməkdir ki, düyü ən qədim bitkidir. Böyük Çin səddi tikilərkən, yəni uzun əsrlər bundan əvvəl tikilərkən, workers use liquid, yəni işçilər ondan maye hazırlayırdılar düyüdən. To hold the stones together, yəni daşları bir yerdə saxlamaq üçün, yəni bir nükleyə vəzi istifadə edirdilər. In some countries, at the end of the wedding ceremony, guests throw rice over the heads of newly married people. Deyir ki, hardan başladıq? Deyir ki, düyü müxtəlif mədəniyyətlərdə çox vacibdir. Bəzi ölkələrdə toy mərasimlərinin sonunda qonaqlar yeni evlənmiş cütlüyün başının üzərindən düyü tuluyurlar. They wish the young the prosperous and bright future by doing. Onlar deyir gənclərə firavan və parlaq gələcək arzulayırlar belə etməklə. İndi gəlin baxaq mətnə. The passage is mainly about. Biz demişik ki, mətin nədən bəhs edirsə, mətin gördüyünüz kimi düyüdən bəhs edir, düzdürmü? Ümumiyyətlə, mətnin ilk 2-3 cümləsini oxuyanda, bir də sondakı nəticəyə baxanda biz mətnin nədən bəhs etdiyini anlaya bilərik. Mətin düyüdən bəhs edir. Amma mən sizə demişəm ki, mətin nədən bəhs edirsə, onun adını variantlarda verməyəcək. Və əlavə olaraq demişəm ki, hansı varianta ki, yəni deyə bilirsiniz, o cavabımız doğrudur. İndi gəlin baxaq. An ancient and useful plant. Baxın, doğru cavabımız adı. Qədim və faydalı bitki, yəni düyü. Digər variantlara gəlin baxaq. Different ways of growing rice. Düyü yetişdirməyin müxtəlif üsulları, bu deyildi. The spread of rice in China, düyünün deməli Çində yayılması. Düzdür, burada adları çəkilə bilər bunların. Amma bu o demək deyil ki, bütün mətində mövzu bundan ibarətdir. Ona görə C variantı da yanlışdır. The use of rice in weddings, deməli toy mərasimlərində düyünün istifadəsi. Toy mərasimi sadəcə burada verilib. Yəni bütün mətində bundan bəhs eləmədiyinə görə bu variant da yanlışdır. And the Great Chinese Wall of China, böyük Çin səddi, söhbət Çin səddindən də getmirdi. İkinci sualda Antarctica is the place where. Bu tipli suallarda uşaqlar cümlə tamamlamaqda açar söz tapırsınız. Antarktida. Baxaq görək, Antarktida olan hissə burada hardadır? Baxın bu cümlədə. Həmin cümləni oxuyursunuz. Today, rice is grown on every continent except Antarctica. Bugün düyü bütün kontinentlərdə yetişir. Except. Uşaqlar, except sözünün mənası başqa deməkdir. Yəni xaricində. Antarktida xaricində, yəni Antarktidadan başqa bütün kontinentlərdə var. Deməli, Antarktidada yoxdur.
Nə olacaq burada onda cavab? Is impossible to grow rice. Baxın, Antarktida deyir elə bir yerdir ki, orada düyü yetişdirmək impossible, yəni qeyri-mümkündür. Aha, üçüncü sualda deyir ki, for what purpose do people use rice at wedding ceremonies? Hansı məqsədlə insanlar toy mərasimlərində düyüdən istifadə edirdilər? Baxın, wedding ceremonies olan cümlə mətnimizdə bu hissədədir. Düzdürmü? In some countries, at the end of the wedding ceremonies, guests throw rice over the heads of the newly married people. Deyir ki, deməli, qonaqlar insanların, deməli, yeni evlənmiş cütlüyün başının üzərindən düyü atırdılar. Deməli, baxın, olacaq burada throw rice over the couple. Bu doğrudur. Və ondan sonraki cümləyə də baxın, deməli, they wish the young, prosperous and bright future by doing it. Onlar gənclərə parlaq və firavan gələcək arzulayırdılar. Və salam, parlaq və firavan gələcək. They wish the newly married couple a happy life. Doğru cavabımız olacaq 1 və 3. Y variantı. Dördüncü sualda false statement, yəni yanlış fikir istəyir bizdən. Baxaq A variantına. Are thin, yəni incədir. And not short, yəni qısa deyil. Qısa deyilsə nədir uşaqlar? Long, uzundur. Gəlin bu hissəyə baxaq. Onun yarpağı ilə bağlı hardaydı mətnimiz? Deməli, rice plant has long and thin leaves. Onun uzun və incə yarpaqları var. Bu da doğrudur. Baxaq B variantına. The Chinese use liquid of rice to keep stones tightly. Çinlilər deyir onun mayəsindən daşları sıx bərk saxlamaq üçün istifadə edirdi. Bəli, bunu az öncə dedik ki, Çin səddi tikiləndə workers use liquid made of rice to hold the stones together. Yəni bərabər saxlamaq üçün, yanaşı saxlamaq üçün istifadə olunurdu. Bu da doğru variantdır. C variantında rice is still significant in various cultures nowadays. Düyü hələ də deyir bəzi millət mədəniyyətlərdə vacibdir. Bəli, toy mərasimindən əvvəl baxın. Burada bir cümlə var idi. Rice is important in different cultures. Deməli, müxtəlif mədəniyyətlərdə vacibdir. Buranı təmizləyək. Deməli, C variantımız da doğrudur. D variantında Africa was one of the places where rice couldn't grow deyir. Afrika elə yerdir ki, orada düyü yetişə bilməzdi. Xeyr, burada baxın demişik ki, alimlər düşünür ki, o deməli Asiyada və Afrikada yetişməyə başlayıb. Yəni bu mümkün ola bilməz ki, Afrikada böyüməsin. Həmçinin burada baxın, dedi ki, bugün düyü hər yerdə var, Antarktidadan başqa. Deməli Afrikada var. Ona görə D variantımız da yanlış variant olacaq. Və 5-ci sualda are true, düzgün olanları istəyir bizdən. With one seed, bir tumla people can grow thousands of rice. İnsanlar minlərlə düyü yetişdirə bilərlər. Bəli, burada one seed of the rice is enough to grow thousands of them. Bu hissəni olduğu kimi verib, bir doğrudur. Asian countries aren't the main producers of rice. Asiya ölkələri deməli düyünün əsas prodüser, yəni istehsalçıları deyil. Bu yanlış olacaq. Çünki baxın burada bir cümlə var. Asian countries are still the largest rice producer. Yəni ən böyük hətta düyü istehsalçılardır. Ona görə bu yanlış olacaq. It's known to everyone where rice comes from. Bu da yanlışdır. Deyir ki, düyünün hardan gəldiyi hər kəsə bəllidir. Everyone. Amma mətndə nə deyirdi? Nobody knows where rice come from. Heç kim bilmir ki, düyü hardan gəlib. Sadəcə təxminlər eləyirdilər. Və 4-cü sualda some people suppose that rice is spread by Indian travelers. Bəzi insanlar düşünür ki, düyü Hind səyyahlar tərəfindən yayılmışdı. Bəli, orada da bu hissəni silim. Baxın. Indian travelers took it to other countries. Hind səyyahları onu başqa ölkələrə apardılar. Burada da ona nə verir ki, others think. Yəni digərləri düşünür. Deməli, bu da bizim doğru cavabımız olacaq. Variantımız 1 və 4. Bu qədər uşaqlar. Mətn bitdi. İzahı. Əlavə nə sualınız varsa rəylərdə qeyd etməyi unutmayın. Videonun davamının gəlməyini istəyirsinizsə bəyənib abunə olun. Hələlik.